Hoş geldiniz. Siz de hoş gelmişsiniz. Salam. Hoş geldiniz. Salam aleyküm. Sağ olun, sağ olun. Sana prezent, hoş geldiniz. Hoş Sağ olun. geldiniz. Allah size ömür versin. Sağ olun. Hoş geldiniz. Sağ olun. Salam. Salam. Sağ olun. Siz de hoş gelmişsiniz. Doğma vətənimizə. Hoş geldiniz. Sağ olun. Allah sizi korusun. Allah sizi korusun. Sağ olun. Fəxr edirsiniz. Sizi bəylikdə görmək böyük Hoş qürur. geldiniz. Sizi təbrik edirəm. Böyle kəndin bərpa olunması münasibəti ilə. Eyni zamanda sabah bildiyiniz kimi müstəqillik günüdür. Müstəqillik günü münasibəti ilə təbrik edirəm. Gözəl bayram ərəfəsində siz doğma torpağına qayıdırsınız. Gözəl hadisədir və əminəm ki, burada həyatınız xoş keçəcək. Doğma torpaqda. Dövlət əlindən gələni edib ki, sizin üçün çox gözəl şərait yaratsın. Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyat sahə. Sizin sayənizdə. Yəni yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, öz torpağında yaşamaq əlbəttə ki, əminəm ki, sizin üçün çox xoşdur. Böyük xoşbəxtlikdir. 30 illik erməni işğalına biz son qoyandan sonra dərhal bütün rayonlarda bərpa quruculuq işlərinə start verildi. Erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə yeksan edilmişdir. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın sizin qonşu kəndiniz vaxtilə bir kənd olub. Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhəri. İndi Laçın rayonunda artıq 4 yaşayış məntəqəsi bərpa edildi. Amma ümumiyyətcə bərpa edilmiş şəhər kəndlərimizin sayı 15-ə çatdı. Və bütün bunları qısa müddət ərzində eləmişik və işlər də davam etdirilir. Bütün azad edilmiş ərazilərdə geniş miqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar. Bugünə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur, azad edilmiş ərazilərdə. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin. O vaxt bildiyiniz kimi Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdir. Laçının cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olmasından sonra azad edildi. Bir güllə atılmadan həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır. Və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır. May ayı sizin üçün bayram ayı olacaq. 2 qat, həm müstəqillik bayramı, həm bəyliyə qayıtdığınız gün. Amma may ayı Laçınlar üçün faciəvi ay olmuşdur. May ayında Laçın işğala məruz qaldı. Şuşa işğalından 10 gün sonra. O böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi ondan sonraki müharibədəki uğursuzluqlarımızın təməlini qoydu. Çünki Ermənistanla o vaxtki Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi nəzərdən birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki indi yox oldu. Artıq uzun illər Laçın-Xankəndi yolu var, Laçın dəhlizi tarixdə qaldı. O vaxt bilirsiniz, yəni o dövrü yaşayan insanlar yaxşı bilir ki,
Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Hakimiyyətə can atan o vaxt AXC Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir. Və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər. O da ölkəmiz üçün böyük bəla gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bugün bütün ərazisində öz suverenliyini bərpa etdi. May ayı bundan sonra ancaq bayram ayı kimi olacaq. Sizin üçün, bizim hamımız üçün. Bizim Yumruq, dəmir yumruq sayəsində. Allah dəmir yumruğumuzu var etsin. Əziz sağ olun. Sağ olun. Şimdi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may Laçının işğal günü, 8 may Şuşanın işğal günü, onlar artıq qaldı tarixdə. Siz yaxşı bilirsiniz ki, işğal dövründə Laçınlılar, Şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qəbul edirdilər. Hər il onların dərdinə bu əlavə, dərd əlavə edirdi. Amma artıq o günlər yoxdur. Bizim indi 8 noyabr günümüz var, Zəfər günü, bizim 26 avqust günümüz var, Laçının azad olunması günü və Laçının günü kimi qeyd olunur. 23 aprel var, o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Və təbii ki, 20 sentyabr, bu da bizim böyük zəfər günümüzdür. Bir günlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu və artıq yeni dövr başlamışdır. Və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm 2-ci Qarabağ müharibəsi zamanı və müharibədən sonra 23-cü ilin sentyabr ayına qədər müxtəlif xarici idarələrdən müxtəlif məkirli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki bax dediyiniz kimi dəmir yumruq var. Təbrik edirəm. Xoşbaxt yaşayın. Cənab, mən ailəm adından, Bəylik kəndi adından sizə böyük minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizi canı könüldən deyirəm, Allah Azərbaycan xalqının üstünə əksik eləməsin. Mehriban xanımla qoşa yarıyım, qoşa yarıyım. Var olun. Teşekkür ederim. İndi də gözəl bir mərasimə başlayaq, bayram ərəfəsində. Bizim üçün iki qatlar. Təbrik edirəm. Allah canını sağ eləsin. Sağ olun. Biz siyasətin sahəsində biz öz vətənimizə 32-dən sonra gəlib yetişmişik. Allah şükür. Siyasətin sahəsində bu torpaqlar azad olunubdur. Bu torpaqlarda şəhid olan şəhidlərimizə Allah rəhmət eləsin. Onların valideynlərinin qarşısında baş əyirik. Qazilərimizə can sağlığı. Siz də siyasətiniz bax belə davam eləsin, ömrünüz axırda belə davam etsin. İnşallah. Təbrik edirəm.
Galip xalqın qalib prezidenti. Fəxr edirik. Sağ olun. Sizi Bəylik kəndində görmək bizim üçün şərəfdir, qürurdur. Çox sağ olun. Allah sizi qorusun. Allah sizi Azərbaycanın üstündən əskik eləməsin. Çox xahiş edirik qadınların adından bizim minnətdarlığımızı Mehriban xanıma çatdırasınız. Çatdıraram. Təbrik edirəm. Sağ ol, prezident. Mən də sizi təbrik edirəm. Bizə belə xoş, Ravan, belə şərait düzəltdiyinizə görə. Həmişə başın uca, alnı açıq, belə ürəyin təmiz, xalqın arxasında durasan. Xalqın sənin arxasında. Sağ ol. Çox sağ ol, qardaş. Çox sağ ol. Təbrik edirəm. Cənab Prezident, mən Allahdan arzu edirəm ki, bundan sonra sizə verdiyi ömrü 100 il sağlam ömür yaşayasınız. Sağ ol. Siz böyük iş görmüşsünüz, hələ çox görəcək işlərimiz var. Allah nailiyyətlərinizi bol eləsin, qələbələrinizi bol eləsin. Çok sağ olasınız. Sağ ol. Allah size ömür versin. Geride kalan nasıllarınızda böyle güzel evlatçı bizi getirip kavuşturasınız. Hamısı qayıdacaq, hamısı qayıdacaq. Çok sağ olun. Elə Laçında görüləsi işlər çoxdur elə. Çok sağ olun, teşekkür ederim. Olur ya, başına gelsin. Əlbəttə. İkimiz de. Bəli, bəli. Geldiğimizde şekil çektik. 50'lik yubileyimden benim için ev hediyesi. Çok sağ olun. Təbrik edirəm. Çok sağ olun. Günü 30 münasibət. yıllık da evlilik hayatımızın Aa, bütün tamamı. güzel. En güzel Təbrik hediye. edirəm. En güzel. Çok sağ Ona olun. bir kəlmə söz deyim. Əlbəttə. Cənab Prezident, o 24 dekabr 2012-ci ildə Laçına, Ağzəbədə rayon Taxtaköydə Bəli. 552 saylı qəsəbənin açılışına gələndə siz demişdiniz ki, mən də onda xidmət edirdim. Siz demişdiniz ki, inşallah bundan torpaqlarımız azad olacaq. Bundan da yaxşı evlər tikib sizə haçarları mən təqdim eləyəndə siz mənə deyəsiniz ki, Cənab Prezident, bizim şəhərimizə, bizim kəndimizə xoş gəlmisiniz. Sağ olun, minnətdarım, sağ olun. O vaxt 50 illiyimi Bəli, Şuşalarla bəli, 50 birlikdə qeyd bəli. etdim. Orada bizdə keçir, düzdür. 60 illiyimi Şuşada qeyd etdim, Cidir düzündə. Sizin sözlərinizi deyirəm. 44 günlük müharibədə hamımız bilirik da. Bizə mən orada fraqment demək istəyirəm. O Almaniyanın jurnalisti Cənab Prezidentdən müsahibə götürəndə dedi ki, Qarabağ torpağı sizin üçün niyə əzizdir? Cənab Prezident dedi, bilirsiniz da Avropanı Almaniya kimi nəhəng dövlətin jurnalistinə Cənab Prezident ani momentdə dedi ki, Bavariya sizin üçün nə qədər əzizdir, Qarabağ torpağı bizim üçün o qədər əzizdir. Sağ olun, Cənab Bir şey de demiştim, yadınızdadırsa, deyirlər ki, qondarma Dağlı Qarabağa, nə bilim, Arsağa müstəqillik verilməlidir. Öyle bunu Fransa'dan deyirlər. Dedim ki, mən razıyam bir şərtlə ki, onlara Marsel'də müstəqillik versinlər. Mən də oranı tanıyım. Çok teşekkür ederim. Prezident. Allah size can sağlığı versin. Bu güzel şəraiti bize yarattığınız için size teşekkür ederim. Çok Sağ teşekkür olun. ederim. Təbrik Hoş edirəm. geldiniz Cənab Sağ Prezident. olun. Allah sizi bizim xalqımızın üstündən əsir Sağ olun. eləsin. Allah rəşadətli ordunuzu var eləsin. Dövlətimizin bayrağını daim qoca eləsin. Şəhidlərimizin məqamını uca, ailələrinə səbir dözüm nəsib eləsin. Sağ olun. Hoş geldiniz. Hoş geldiniz. Vətənimizə və vətənimizə. Əziz prezidentim, gözəl prezidentim, qalib prezidentim. Mən hər prezidentimi görəndə ona can sağlığı arzulamışam. Var olun, Mehriban xanımla birlikdə, balalarıyla birlikdə. Öpürəm sizi, sağ olun. Sağ olun. Füzulinin Cəbrayılın Ailemiz qəhrəman ailə.
Gözəl prezidentimiz. Çox fəxr edirəm. Bu biz ailəvi sizin Ailəvi şəklimiz şəkərim, olsun. əlbəttə. Evet, sizi çox sevirik. Çox sağ olun. Böyük fəxrdir bizim üçün. Böyük fəxrdir. Şükür Allah'ın büyük günü.